Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Azərbaycanın gündəmi bir həftədir Ramiz Mehdiyevin həbs xəbəri ətrafında formalaşır. Hər gün yeni məlumatlar yayılır, sirlər açılır. Uzun müddət dövlətin faktiki ikinci şəxsi olmuş Ramiz Mehdiyevin çevrəsi çox genişdir. Bu qatlar getdikcə aşkar olur. Yeni adlar, yeni iştirakçılar ortaya çıxır. Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı məhkəmənin həbs qərarı çıxarması ölkədə böyük təlatüm yaradıb. Onun ittiham olunduğu maddələrə diqqət yetirdikdə məlum olur ki, sabiq administrasiya rəhbəri ölkədə dövlət quruluşunu zorla dəyişdirmək kimi ağır cinayət əməlinə təşəbbüs göstərib. Bu məlumatın Azərbaycana Rusiya tərəfindən ötürüldüyü deyilir. Çünki o, bu addımlarına Rusiyadan dəstək istəyirmiş. Nəticədə Moskva özünün 5-ci kolon liderini satıb. Ramiz Mehdiyev hələ vəzifədə olduğu dövrdə xaricdə məskunlaşmış və söyüş müxalifəti adlandırılan məlum dəstə ilə əlaqələrinin olduğu deyilirdi. Onun çevrəsindən həmin şəxslərə maliyyə və xəbərlər ötürüldüyü iddiaları indinin məlumatı deyil. Ramiz Mehdiyevin daxildəki müxalifətlə də müəyyən əlaqələr qurduğuna dair şokedici bilgilər sıx-sıx yayılırdı. Məsələn, Ramiz Mehdiyevin xaricə bağlı QHT sədrləri, beynəlxalq media ilə bağlantısı olan jurnalistlərlə gizli əlaqələri barədə 7-8 il öncədən eşitmişdim. Belə çıxır, keçmiş administrasiya rəhbəri Rusiyaya bağlı olsa da, Bakıdakı qərb yönümlü şəbəkənin nümayəndələri ilə də əlaqə yaradırmış. Sual oluna bilər ki, bu adamın riskli addımlar atması, daxildəki və xaricdəki müxaliflərlə əlaqələr yaratması, qərbə bağlı QHT media cəmiyyəsini hər tərəfli qidalandırması hansı ehtiyacdan doğub? Fikrini aldığımız ekspertlərin rəylərinə görə o, bütövlükdə vəziyyətə hökm etmək istəyib. Üstəlik, hakimiyyəti gərginlikdə saxlamağa çalışıb. Bu səpkili problemlər yaradıb, sonra onları üsulu ilə yoluna qoyaraq prezidentin yanında mövqelərini gücləndirmək məqsədi güdüb. Vazgeçilməzliyini, əvəzolunmazlığını sübut etməyə, təsdiqlətməyə ehtiyac duyub. Ağlabatan versiyalardır. Məsələ bununla da yekunlaşmır. Ramiz Mehdiyevin hakimiyyətə iddialı olduğu kimsəyə sir deyil. Hələ mərhum prezident Heydər Əliyevin səhhətində problem yarananda Ramiz Mehdiyev ətrafına gizli tapşırıq veribmiş. Təşəbbüsü götürməyə hazırlıq aparırmış. Heydər Əliyevin xəstəxanadan Mir Şahinə verdiyi müsahibədəki bəyanatı və mesajı Ramiz Mehdiyevə və onun kimi əl-ayağa düşənlərə şok yaşatdı. Mərhum dövlət başçısı bununla hər şeydən xəbərim var, özünüzü yığışdırın ismarışı yollamış oldu. Amma yenə də Mehdiyev və çevrəsi dinc dayanmırdı. 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində o vaxtki qəzetlər saray çəkişmələri haqda olduqca sərrast və maraqlı məlumatlar dərc edirdilər. Bu yazılarda post-Əliyev dövrünə sürətli hazırlıq aparıldığı, klanların mübarizəsinin qızışdığı haqda informasiyalar yer alırdı. Amma Heydər Əliyevin planı bu klanı iflic etdi. O, İlham Əliyevi özünün siyasi varisi elan etməklə həm bu adamlara böyük zərbə vurdu, həm də Azərbaycanı xilas etdi. Ramiz Mehdiyevin hakimiyyətini təsəvvür etmək belə xoş deyil. Azərbaycan Rusiyanın əyalətinə, Azərbaycanlılar Moskvanın köləsinə çevriləcəkdi. Son proseslər də göstərdi ki, Mehdiyevin siyasi və mənəvi qibləsi Kreml və Rusiya rəhbərliyidir. Ramiz Mehdiyev klanına ən böyük zərbə onun prezident administrasiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılması oldu. Amma o, Azərbaycan Milli Elmlər Akademiyasında yenidən gücləndi, alternativ idarəçilik yaratmağa cəhdlər göstərdi. Elmlər Akademiyasında bəzi nazirləri, komitə sədrlərini, deputatları toplayıb göstərişlər verməyə başladı. Dövlət bu sürəcə dur deməli idi. Sözlə, ismarışla başa düşmədi. Üstəlik, məlumatlar gəlməkdə idi ki, Ramiz Mehdiyev Azərbaycanın dövlətin maraqlarını zədələyən prosesləri sürətləndirib. 2020-ci ilin avqust ayında koronavirus pandemiyası vaxtında nəvəsinə Novxanıda etdiyi toyla o, dövləti açıq şəkildə əzələ nümayiş etdirməyə həvəsləndi. Əslində toydan sonra baş verənlər dövlətin Mehdiyevin anti-Azərbaycan fəaliyyətinin qarşısını almaq üçün atılmış addım idi. Bu, başqa süs verilmiş xüsusi əməliyyat kimi də qiymətləndirilə bilər. Kürəkəninə, qudasına 15 sutka həbs cəzası verilməsi də sərt xəbərdarlıq idi. Bundan dərs çıxarmaq, özünə yığışmaq, ölkə başçısından üzrxahlıq etmək əvəzinə qoca bürokrat dövlətə qarşı yeni hücuma keçdi. Azərbaycan Milli Elmlər Akademiyasının saytında kəskin məqalələr, açıqlamalar yaydırdı. Bütün bunlar onun Elmlər Akademiyasından uzaqlaşdırılması ilə nəticələndi. Sən demə, o boş dayanmayıb. 87 yaşına rəğmən Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək kimi dəhşətli plana rəhbərlik edib. Dövlət quruluşunun qanunsuz yolla dəyişdirilməsinə təşəbbüs göstərib. Bunları reallaşdırmaq üçün Rusiyadan kömək istəyib. Moskva ona dəstək vermədi, əksinə ələ verdi. Bundan sonra nələrin baş verəcəyi maraqlıdır. Bu cür ağır cinayətlərdə suçlanan biri belə əməlləri tək edə bilməzdi. Mütləq mütəşəkkil dəstəsi, müttəfiqləri, klanı, tərəfdarları olub.
Hazırda ictimaiyyəti iki sual düşündürür. Birincisi, Ramiz Mehdiyevin suç ortaqları ifşa olunub, cəmiyyətə tanıdılacaqmı? İstintaqa cəlb ediləcəkmi? İkincisi, Ramiz Mehdiyevlə bağlı rəsmi açıqlama olacaqmı? Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması kimi ağır ittihamlarla üzləşən Ramiz Mehdiyev vəkilləri vasitəsilə hüquqi mübarizəyə başlayıb. Səyyar TV Qafqaz İnfoya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qərarı çıxarılmazdan əvvəl verilmiş bir neçə məhkəmə qərarından apellyasiya şikayəti təqdim ediblər. Bu məqsədlə vəkillər Dövlət Təhlükəsizliyi Xidmətində istintaq materialları ilə, eləcə də DTF-nin vəsatəti əsasında Səbail rayon məhkəməsinin qəbul etdiyi sənədlərlə tanış olublar. Məlumatlara əsasən, həmin sənədlər arasında Səbail rayon məhkəməsinin 13 avqust 2025-ci il tarixində qəbul etdiyi qərar da var. Sənəddə Ramiz Mehdiyevin fəaliyyətinin izlənilməsi və əməliyyat texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu qərarın boz kardinal kimi tanınan Mehdiyevin ifşa olunmasında mühüm rol oynadığı bildirilir. Rabitə kanallarının dinlənilməsi, Şərq-Qərb nəşriyyatı və digər ünvanlarda aparılan axtarışlar məhz həmin qərar əsasında reallaşdırılıb. Ehtimal olunur ki, Mehdiyev müdafiəçilərinə bu istiqamətdə xüsusi tapşırıq verib və hüquqi baxımdan bütün imkanların dəyərləndirilməsini istəyib. Hazırda 87 yaşlı Ramiz Mehdiyev ev dustaqlığında saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Hələlik nə Mehdiyev, nə də ailə üzvləri yayılan ittihamlarla bağlı ictimai açıqlama verməyiblər. Qeyd edək ki, 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.